Reytinq ulduzu sadəcə bir yoxlama və ya nişan deyil. Azərbaycanda qida təhlükəsizliyi sahəsindəki milli yanaşmanın real təsdiqidir. Layihə ölkə üzrə qida təhlükəsizliyinin gücləndirilməsi üçün təsdiq edilmiş dövlət proqramı çərçivəsində hazırlanıb. Yəni, bu sistem təsadüfi yox, dövlət səviyyəsində planlı atılan bir addımdır. Bəs reytinq ulduzunun əsas məqsədi nədir? İctimai yaşayış obyektlərini risk meyarlarına əsasən şəffaf şəkildə qiymətləndirmək, istehlakçıya təhlükəsiz və etibarlı seçim imkanı vermək, sahibkarlarda qida təhlükəsizliyinə qarşı məsuliyyət və nəzarəti artırmaq. Sadə dillə desək, reytinq ulduzu istehlakçıya harda təhlükəsiz və rahat qidalana biləcəyini göstərir. Sahibkar üçün isə keyfiyyətli və məsuliyyətli fəaliyyətə stimul yaradır. Beynəlxalq təcrübə nəzərə alınaraq tətbiq olunan reytinq ulduzu sistemi ölkədə qida mədəniyyətinin, xidmət keyfiyyətinin, sağlam qida mühitinin formalaşdırmasına xidmət edir. Reytinq ulduzu almaq istəyən ictimai yaşayış obyektləri info@afsi.gov.az elektron postuna yaza və ya 1003 çağrı mərkəzinə müraciət edə bilər.